Gluteni çıxartdım, özümü daha da narahat hiss etdim. Niyə? Çünki gluten hər zaman hər kəs üçün düşmən deyil. Gluten nədir? Arpa, buğda, çovdarın tərkibində olan təbii zülaldır və normada orqanizm üçün təhlükəli deyil. Sadəcə onu necə etdiyimizdən asılıdır. Kimlər üçün zərərlidir? Seliakiya xəstəliyi, yəni çölyak xəstələri olanlar üçün gluten həssaslığı, arpaya qarşı allergiyası olan insanlar üçün zərərlidir və bu əhali qrupunun sadəcə 1-3%-ni təşkil edir. Bəs niyə hər kəs özünü bu qədər pis hiss edir? Problem glutende deyil, qatqılı un məmulatlarındadır. Çünki həddindən artıq miqdarda qəbul olunan maya, şəkər, konservantlar bağırsaq divarını zədələyir və glutenin həzmini çətinləşdirir və insan qidasından gluteni çıxartdıqda rahatlanması glutenə bağlı yox, qidanın keyfiyyətinə bağlıdır. Ona görə gluten hər zaman düşmən deyil, gluteni günahlandırmadan öncə qida keyfiyyətinə nəzarət etmək lazımdır. Həqiqi buğda, doğru hazırlanmış un düşmən deyil.